Bəli, biz artıq bir neçə istiqaməti diqqətinizə çatdırdıq. Dedik ki, qarşıdakı dəqiqələrdə bu məsələlərdən danışacağıq. Azərbaycan-Ermənistan münasibətlərinin xüsusilə də konstitusiya çərçivəsində müzakirəyə çıxaracaqsa, Rusiya-Azərbaycan əlaqələrini Azal təyyarəsinin vurulmasından sonra pisləşən Azərbaycan-Rusiya əlaqələri çərçivəsində müzakirəyə çıxaracaq. Studiyamızın qonağı ilə birgə dediyim bütün bu istiqamətlər elə müzakirəmizdə olacaq. Studiyamızın qonağını dəvət etmək istəyirəm. Siyasi şərhçi Əhməd Şahidov suallarımızı cavablandıracaq. Əhməd bəy, hər vaxtınız xeyir olsun. Xoş gördük sizi studiyamızda. Əhməd bəy, birinci ondan başlayaq ki, ötən gün kifayət qədər studiyamızda Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramovun Azal təyyarəsinin vurulmasına görə Rusiya məsuliyyət daşıyır, Rusiya Müdafiə Nazirliyi cavabdehdir fikirlərini səsləndirdi. Daha sonra Rusiya tərəfindən məsələyə münasibət bildirildi. Mariya Zaxarova biraz yumuşaq danışdı. Yəni deyir ki, biz həmin o düşənbədə müzakirə olunan istiqamətlərə sadiqik və danışıqlar aparırıq. Amma əməldə biz bunu izləyə bilmirik. Rusiya Azərbaycanla münasibətə sizcə niyə belə davranır? Yəni bir tərəfdən deyirlər ki, biz danışıqlar aparırıq, digər tərəfdən isə hərəkət yoxdur. Ümumiyyətlə 2 il tamam olur ki, bu ilin dekabr ayında 2 il tamam olacaq Azalın Rusiya səmasında, Rusiya Havadan Müdafiə Qüvvələri tərəfindən qəsdən və ya təsadüfən vurulması üzərindən artıq 2 il keçir. Bu ötən 2 il müddətində biz rəsmi olaraq Rusiya Federasiyasından konkret bir açıqlama almamışıq. Rəsmi olaraq Azərbaycan xalqından, Azərbaycan dövlətindən üzr istənilməsi, etiraf edilməsi, təzminatla bağlı vəd verilməsi, belə bir açıqlama yoxdur. Bunun tam əksinə hadisədən bir neçə saat sonra, hətta növbəti həftələrdə müxtəlif, absurd, gülünc versiyalar irəli sürülürdü. Ta ki, iki ölkə liderləri Cənab İlham Əliyevlə Putin arasında görüş baş tutdu. İlham Əliyev hadisədən dərhal sonra bir neçə dəfə sərt şəkildə, konkret şəkildə Azərbaycan dövlətinin rəsmi mövqeyini, Azərbaycan xalqının iradəsini ortaya qoymuşdu və Rusiya bir qədər gözləmə mövqeyində idi. Bəlkə Azərbaycan bu sərt mövqeyindən geri çəkilər, bəlkə iki ölkə arasında münasibətlər baxımından Azərbaycan geri addım atar, amma Azərbaycan geri addım atmadı və bugün də həmin qəti mövqeyində qalır və Vladimir Putin məcburən İlham Əliyevlə görüşdə bir qədər yumuşaq münasibət göstərdi. Bəli, belə bir hadisədən təəssüf hissi keçirdiyini, üzrxahlıq elədiyini bildirdi, amma bu şifahi bir üzrxahlıqdır. İki ölkə arasında belə bir hadisə 2020-ci ildə də baş vermişdi. Aktiv müharibə zonasında Azərbaycan öz sərhəddinə yaxınlaşan Rus hərbi helikopterini vurmuşdu. Bundan bir neçə saat sonra Azərbaycan Xarici İşlər Naziri rəsmən üzr istəmişdi və təzminat ödənilmişdi. Rusiya tərəfindən belə addım atılmayıb və ötən həftə Azərbaycan Xarici İşlər Nazirinin bir daha bu məsələni gündəmə gətirməsi və bundan öncə də Azərbaycan Prezidenti Cənab İlham Əliyev açıq şəkildə Rusiyanı bu məsələyə itham etməsi və Kiyevdə Azərbaycan səfirliyinin bilərəkdən bir neçə dəfə raket zərbəsinə tuş gəldiyini bildirməsi artıq Kremli düşündürməyə vadar elədi. Hərçənd ki, Xarici İşlər Naziri, Rusiya Xarici İşlər Nazirinin sözcüsü Mariya Zaxarovanın açıqlaması belə konkret bir fikir ortaya qoymur. Yenə dolayısıyla hansısa bir razılaşma üzərində iş aparıldığını, heç bir iş aparmağa ehtiyac yoxdur. Konkret etiraf edilməlidir ki, bəli, hadisə hansı formada baş verib, bu ya qəsdən edilib, hərçənd ki, bunu etiraf eləməzlər və ya səhvən edilib, bu etiraf olunmalıdır, üzr istənilməlidir rəsmi şəkildə və təzminatla bağlı işlər aparılmalıdır. Artıq 2 ildir bu davam eləmir və belə görünür ki, Rusiya bunu atmaq niyyətində deyil, müxtəlif yollara əl atır. Rəsmi Bakıya təzyiq göstərməyə baxımından Rusiyada fəaliyyət göstərən Azərbaycan diaspor rəhbərlərinə təzyiqlər göstərilir. Bu kimi məsələlərlə müəyyən, daha sonra Bakıda həbsdə olan Rusiya vətəndaşlarının azadlığa buraxılması ilə bağlı müəyyən mesajlar verilir. Görünən odur ki, Rusiya hələ də
sadə bir məsələdə addım atmayıb. Bu çox uzun bir düşünülməsi addım deyil. Sadəcə etiraf eləmək, üzr istəmək və təzminat ödəmək lazımdır ki, bu məsələ bitsin. Əhməd bəy, digər məsələ isə Azərbaycan-Ermənistan münasibətləri ilə bağlıdır. Konstitusiya məsələsinə toxunacağım, amma Azərbaycan prezidentinin verdiyi mesajlar var idi. Xüsusilə də xunta rejiminin ləğvi ilə bağlı. O deyirdi ki, biz çox çağırışlar elədik. Hətta orada yaşayan vətəndaşlarımıza da, yəni ermənilərə də dedik ki, Azərbaycan vətəndaşlığını qəbul edin və burada yaşayın. Sayt da açdıq, yəni onun üzərindən də reinteqrasiyanı həyata keçirə bilərdilər. İstəyərdim ki, həmin o açıqlamanı da dinləyək, daha sonra sizinlə müzakirəmizi davam etdirək. Əksinə, separatçılar və onların arxasında duran qüvvələr daha da azğınlaşmışdı. 2020-ci ilin zəfərindən 23-cü ilin antiterror əməliyyatına qədər bax, buraya dəfələrlə qanunsuz xarici dövlətlərin nümayəndələri gəlmişdir. Bu ölkələri heç bugünkü mərasimdə heç onların adlarını çəkmək istəmirəm. Separatçılara ürək dirək vermək üçün, onları bizə qarşı yenə də təhrik etmək üçün, Azərbaycan dövlətini, dövlətçiliyini saymamaq üçün separatçılara tövsiyələr verilirdi. Silahlar göndərilirdi, minalar göndərilirdi. Hesab edirdilər ki, burada məskunlaşan xarici dövlətin kontingenti bizi nədənsə çəkindirəcək. Heç nədən bizi çəkindirə bilməzdi və bir neçə saat ərzində davam edən antiterror əməliyyatı bunu bütün dünyaya göstərdi. Bizim iradəmizə qarşı çıxanın başı əziləcək. Azərbaycan prezidenti bizim iradəmizə qarşı çıxanın başı əziləcək deyərək həm də gələcəyə əslində mesaj verdi. Öncəki hissələr daha çox separatçılarla bağlı idisə və həmin dövrü xatırladırdısa, o dönəmlərdə Ermənistana dəstək verən ölkələrlə bağlı mesajlar idisə, indiki dövrdə biz o açıq mesajları, o açıq dəstəyi görmürük Ermənistana. Həm də özümüz də artıq Ermənistanla sülh prosesinə başlamışıq. Amma varmı burada sətiraltı məna, yəni bu mesajın ötürüldüyü bəzi ölkələr? Təbii ki, var. Bugün Azərbaycanla Ermənistan arasında hələ də yekun sülh sənədi imzalanmayıb. Amma faktiki olaraq sülh şəraitində son 6-7-ci aydır ki, sülh şəraitində yaşayırıq. İki ölkə arasında ticarət dövriyyəsi artıq artmağa başlayır. Amma Ermənistan cəmiyyətində siyasi düşərgədə hələ də revanşist güclər var. Və bugün Cənubi Qafqazda yeni reallıqlar formalaşıb. Ermənistan ciddi şəkildə yeni təhlükəsizlik, müdafiə transformasiyası keçirir. Uzun illərdir ki, Rusiyanın forpostu olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Ermənistan bugün qərbə inteqrasiya, NATO-ya inteqrasiya yolunu tutub və ötən həftə bilirsiniz ki, Ermənistan Xarici İşlər Nazirinin başçılıq elədiyi nümayəndə heyəti Polşaya səfər edib, iki ölkə arasında müdafiə təhlükəsizlik sahəsində saziş imzalanıb. Görünən odur ki, Ermənistan ciddi şəkildə özünün təhlükəsizlik və müdafiə strategiyasını qərbə doğru, NATO-ya doğru çevirib. Burada bir neçə faktor var. Təbii ki, Ermənistan özünün Rusiyadan asıllığını sıfıra endirməyə çalışır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı üzvlüyü zaten 2020-ci il 44 günlük müharibəsindən sonra artıq Ermənistanda KTMT-yə etimad sıfıra enib və ciddi şəkildə NATO-ya, Avropaya qərbə inteqrasiya var. Burada böyük güclərin Cənubi Qafqazda maraq toqquşması da baş verə bilər. Amma Azərbaycan prizmasından baxdıqda təbii ki, Ermənistanın yeni güc alyanslarına inteqrasiyası, tam üzvlük olmasa belə NATO üzvü olan Polşa, Fransa və digər ölkələrlə ciddi əməkdaşlıq, təhlükəsizlik, müdafiə sahəsində əməkdaşlıq Azərbaycan üçün birbaşa real təhlükə mənbəyi olmasa da müəyyən indikator rolunu oynayır. Müəyyən bir mesajlar verir. Təbii ki, Ermənistan artıq alternativ güc mərkəzləri ilə əməkdaşlıq etməsi onun Azərbaycanla sülh gündəliyində ritorikasında dəyişikliyə səbəb ola bilər ki, Azərbaycan bunu çox yaxından izləyir. Azərbaycan bu Ermənistanla sülh müqaviləsi yaxın zamanlarda imzalamağı düşünür. Amma həmin o revanşist güclər
NATO üzvü olan ölkələrlə əməkdaşlığı genişləndikcə, Amerika Birləşmiş Ştatlarından, Fransadan, Polşadan və ya Hindistandan yeni silahlar aldıqca, təbii ki, Qarabağ məsələsinə birbaşa geri dönüş artıq mümkün deyil. Bu geri dönüş olmayan bir prosesdir. Bitib bu məsələ. Amma sərhədlərin toxunulmazlığı, delimitasiya, demarkasiya proseslərində yenidən suyu bulandırmaq, Azərbaycana qarşı hansısa iddialar irəli sürmək, bu uzaq perspektivdə belə variantlar mümkündür. Ona görə Azərbaycan ilk növbədə təbii ki, regionda hərbi üstünlüyünü hər zaman əldə saxlamalıdır və bu prosesləri də yaxından izləməlidir. Ermənistan hansı silahlarla təmin olunur, bu silahlar müdafiə qabiliyyətidirmi, yoxsa hücum xarakterlidirmi ki, bu məsələlər bir daha gələcəkdə Azərbaycanın belə bir agresiya ilə üzləşməməsi baxımından çox önəmlidir. Və ölkə başçısı Cənab İlham Əliyevin də ötən gün Xocalda verdiyi açıqlama təbii ki, gələcəkdə yarana biləcək o revanşist əhval-ruhiyyəyə bir mesajdır ki, Azərbaycanın dəmir yumruğu hələ də qüvvədədir. Əgər yenidən Azərbaycana qarşı belə bir hücum olarsa, həmin qüvvələrin başı bir mənalı şəkildə əziləcək. Əhməd bəy, Nikol Paşinyanın da açıqlamalar var idi. O, Zəngəzur dəhlizi istiqamətində, eləcə də Türkiyə ilə əlaqələrin normallaşması baxımından bəzi önəmli fikirlər söyləyib. İstəyərdim ki, həmin o açıqlamanı da eşidək, daha sonra sizinlə buna dair də müzakirə aparaq. Bu xətt üzrə Ermənistana cənubunda dəmir yolu açılacaq. Həmçinin Tramp marşrutu şərqdən qərbə, Avropadan Mərkəzi Asiyaya, Mərkəzi Asiyadan Avropaya yeni yol və yeni təchizat marşrutu yaradacaq. Bütün region ölkələri artıq sülhün faydalarını hiss eləyir və bu prosesin bütün bölgəni barışdıracağına inanır. Bu sülh və konstruktiv proses geri dönməzdir. Bəli, sülh artıq geri dönməzdi deyir. Elə revanşistlərə Azərbaycan prezidentinin verdiyi mesajı da xatırlatdıq. Yeri gəlmişkən bir də Ədliyyə Nazirinin müavinindən Ermənistanda açıqlama gəlib. Konstitusiya dəyişikliyi məsələsi gündəmdədir. Seçkiyə yaxınlaşdıqca konstitusiya məsələsini qabardıb biraz da Paşinyana qarşı istifadə eləməyə çalışırlar ki, baxın yenə də Azərbaycanın dediyini edir. Amma necə təqdim edəcək ki, Paşinyan bu məsələni həm əleyhinə işləməsin, həm də Azərbaycanın o əsas şərtini icra etsin ki, sülh müqaviləsi imzalansın. Ümumiyyətlə, burada Azərbaycanın dediyini eləmək məsələsi düzgün yanaşma deyil. Bugün Ermənistan müxalifətinin konstitusiyasında, o preambula giriş hissəsində birbaşa Azərbaycana qarşı ərazi iddiası kəlməsi olmasa da, orada bildirilir ki, Ermənistan konstitusiyası Ermənistanın müstəqillik bəyannaməsi üzərində formalaşıb və müstəqillik bəyannaməsinə baxanda orada açıq şəkildə yazılır ki, Ermənistan Respublikası öz müstəqilliyini Ermənistan SSR və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsi üzərində qurur. Təbii ki, bu məsələ artıq Azərbaycana qarşı ərazi iddiası sürmək deməkdir. Əgər bu məsələ qapanıbsa, münaqişə bitibsə, Ermənistan rəsmi şəkildə Qarabağ və ətraf əraziləri Azərbaycanın suveren ərazisi kimi tanıyırsa və bu prinsiplər üzərində sülh müqaviləsi imzalanacaqsa, əsas qanunla olan konstitusiyada bu müddəa, bu eyham çıxarılmalıdır oradan. Çünki əgər bu çıxarılmasa, bu Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında imzalanacaq bir sülh müqaviləsi sayılmayacaq. Bu Azərbaycan Respublikası ilə belə deyək, Nikol Paşinyan hakimiyyəti arasında imzalanmış bir sənəd sayılacaq. Sabah Ermənistanda hakimiyyət dəyişikliyi baş versə, revanşist bir güclər hakimiyyətə gəlsə, onlar imzalanmış bu sülh sənədinin parlamentdə ratifikasiyasını gündəmə gətirib, onun konstitusiyaya zidd olduğunu iddia edib, tamamən bu sülh müqaviləsini qüvvədən düşmüş elan edirlər. Bu baxımdan təbii Azərbaycan indidən bütün o sülh müqaviləsinə uyğun şərtləri tam təmin edildikdən sonra beynəlxalq güclərin, Amerika Birləşmiş Ştatları və digər böyük dövlətlərin şahidliyi ilə Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsi imzalamağa çalışır ki, gələcək 10 illiklərdə, gələcək nəsillərdə Ermənistanda hakimiyyət dəyişikliyi baş versə belə, sabah revanşist güclər hakimiyyətə gəlsə belə, Ermənistanın Azərbaycana qarşı hər hansı bir ərazi iddiası irəli sürüb, hansısa bir aqressiv hərəkət etməsinin ən azından beynəlxalq hüquqi əsası olmasın ki, bu baxımdan Azərbaycan əslində bunu Azərbaycanın istəyi dediyi kimi yox, beynəlxalq hüququn tələbi kimi qələmə vermək lazımdır. Seçki öncəsi proses isə Ermənistanda müəyyən həssas nöqtələri yenidən ortaya qoyub Nikol Paşinyan
Paşinyana qarşı müxalif olan düşərgə, hətta Azərbaycanın neft məhsullarının Ermənistana satılmasını belə təxribat nöqteyi nəzərindən yozmağa çalışırlar. Halbuki Azərbaycan nefti Ermənistana daxil olandan sonra orada yanacağın qiyməti xeyli aşağı düşüb. Azərbaycan neftinə, benzininə tələbat çox böyük səviyyədədir. Bu baxımdan düşünürəm ki, iyun seçkilərinə qədər həssas bir məqamdır Nikol Paşinyan iqtidarı üçün. Çünki daxildə də Paşinyan hakimiyyətinə qarşı bir səfərbərlik var. Erməni kilsəsi, revanşist güclər, Rusiya faktoru var ki, bütün bu güclər Paşinyanın növbəti dəfə seçkilərdə qalib gəlməsinə qarşı səfərbər olurlar. Azərbaycan bütün bu prosesləri səbirlə, emosiyadan kənar, rasional düşüncə ilə yaxından izləyir. Təbii ki, biz sülh gündəliyinə xələl gətirəcək heç bir prosesə imkan verməməliyik. Bu baxımdan həm Ermənistan daxili sabitlik məsələsi, Ermənistanda seçki öncəsi vəziyyət, Ermənistanın NATO üzvü olan ölkələrlə və ya digər silah istehsalçısı olan ölkələrlə əməkdaşlıq məsələlərini yaxından izləməliyik ki, Ermənistan hansı səviyyəyə qədər silahlanmağı qarşısına məqsəd qoyur. Həqiqətən də bu silahlanma özünün müdafiə qabiliyyətini, sərhədlərini qorumaq məqsədimi daşıyır, yoxsa gələcəkdə Azərbaycana qarşı yeni bir hücum planı ola bilərmi? Bütün bu prosesləri yaxından izləməliyik və eyni zamanda təbii ki, ordumuzu, müdafiə qabiliyyətimizi yeri gəlsə, hücum gücümüzü də hər zaman artırmalıyıq. Özümüzün müdafiə sənayesini, ordumuzun qüdrətini və beynəlxalq arenadakı dost və müttəfiqlərimizin sayını çoxaltmalıyıq. Ermənistanın bugün hərbi gücünü artırmasını Rusiya ilə əlaqələndirənlər də az deyil. Yəni, Avropa İttifaqı hazırda Azərbaycanla bağlı hər hansı bir narahatlıq içində deyil. Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Bizim məqsədimiz sadəcə bizə məxsus olan torpaqları geri almaq idi. Amma Rusiya hazırda Ermənistan üçün təhlükə olaraq görülür. 102-ci hərbi baza ilə bağlı da bir neçə gün bundan öncə fevralın 23-də artıq şou tərzində bir deyək ki, göstəriş də sərgiləndi. 102-ci hərbi baza çıxarıla bilərmi Ermənistandan? Bu sual aktual şəkildə gündəmə gətirildi və Paşinyan da buna münasibət bildirib. İstəyərdim ki, həmin o çıxışı da izləyək. Ermənistanda Rusiyanın 102-ci hərbi bazasının mövcudluğu ilə bağlı heç bir planımız, proqramımız və ya narahatlığımız yoxdur. Bizim Rusiya Federasiyası ilə sıx tərəfdaşlığımız var. İqtisadi və siyasi əlaqələrimiz möhkəmdir. Hər kəs desə də ki, artıq 102-ci hərbi bazanın çıxarılması ilə bağlı müəyyən addımlar atılır, amma Paşinyan deyir ki, bizim heç bir planımız yoxdur. Rusiyanın çox yaxşı əlaqələrimiz var. Burada Ermənistanın baş naziri hiylə işlədir daha çox, yoxsa doğrudan da 102-ci hərbi baza ilə bağlı heç bir planı yoxdur bugün Ermənistanın? Təbii ki, diplomatik bir cavabdır. Baş nazir Nikol Paşinyan başa düşür ki, hazırki şəraitdə Ermənistan açıq şəkildə Rusiyaya qarşı siyasət yeritmək, həm seçki öncəsi vəziyyət, ümumən Rusiyadan asılı olan, iqtisadi, siyasi, hərbi cəhətdən asılı olan Ermənistan üçün ciddi risklər deməkdir. Bugün hələ də rəsmi də olsa, Ermənistan kollektiv təhlükəsizlik müqaviləsi təşkilatının üzvüdür. Məhz bu təşkilatın prinsipləri daxilində Rusiya qoşunları, Rusiya hərbi bazaları bugün Ermənistanda yerləşdirilib. Hələ Ermənistan Rusiyanın forpostu olmaqdan tam şəkildə çıxa bilmir. Amerika Birləşmiş Ştatları ilə, Fransa ilə, Hindistanla əməkdaşlıq var müdafiə sənayesi sayəsində. Bugün Polşa ilə əməkdaşlıq müqavilələri imzalanıb. Təbii ki, burada bir neçə aspekt var. İlk növbədə Amerika Birləşmiş Ştatları ilə hərbi sahədə əməkdaşlıq İranla bağlı yarana biləcək prosesdə ABŞ-ın Ermənistan ərazisindən İranı nəzarətdə saxlamaq, hətta hücum əməliyyatlarına, hərbi əməliyyatlara təsir etmək məqsədi daşıya bilər. Amma ən böyük ana prinsip, hədəf təbii ki, Rusiya ilə bağlıdır. Rusiyanın Cənubi Qafqazdakı forpostu olan Ermənistanı Rusiyanın orbitindən tam şəkildə çıxarmaq, öz sərhədlərini özü müdafiə edəcək qabiliyyətə malik bir suveren ölkə olaraq ayaqda tutmaq və təbii ki, Rusiyanın orbitindən çıxıb NATO-ya, Avropa İttifaqına inteqrasiya olmuş bir
ölkə halına gətirməkdir ki, bunun ən uzaq perspektivdə Azərbaycan üçün müəyyən bir indikator rolunu oynayan bir riskləri ola bilər. Amma indiki şəraitdə təbii ki, Ermənistanın NATO ölkələri ilə əməkdaşlığı və müdafiə səviyyəsini qaldırması birbaşa Azərbaycana təsiri yoxdur. Burada elə ən çox Rusiya faktoru var. Ermənistan tam şəkildə öz müdafiə qabiliyyətini təmin etdikdən sonra təbii ki, bir imza ilə kollektiv təhlükəsizlik müqaviləsi təşkilatından çıxmaq barədə qərar verər. Amma bununla bağlı indidən hər hansı bir açıqlama vermək təbii ki, Kremli qıcıqlandıra bilər. Ona görə Nikol Paşinyan hər vəclə bu məsələni təkzib edir, bildirir ki, Ermənistanla Rusiya arasında heç bir problem yoxdur. Amma elə ən böyük problem Amerika Birləşmiş Ştatları ilə Ermənistan əməkdaşlığının genişlənməsidir, NATO üzvü olan ölkələrlə əməkdaşlığın genişlənməsidir ki, Kreml də bunu izləyir. Sadəcə Ukrayna bataqlığında başını itirmiş Rusiya hələ digər regionlar kimi Cənubi Qafqazda da öz siyasətini tam şəkildə müəyyənləşdirə bilmir. Təşəkkürümüzü bildiririk. Minnətdarıq Əhməd bəy studiyamıza gəldiyiniz üçün, fikirlərinizi bölüşdüyünüzə görə. Bəli, biz elə regiondakı proseslərdən danışdıq. Azərbaycan, Ermənistan, Rusiya-Ermənistan əlaqələrinə toxunduq. Bu müstəvidə kifayət qədər müzakirə apardıqsa, indi artıq digər bir məsələyə keçə bilərik.